Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində 14 nömrəli orta məktəbin aşağı tərəfi, yəni şəhərə olan istiqamətdə, eyni zamanda Bülbül küçəsinə yaxın bir ərazidə, 2 sot torpaqda, bax qarşıda belə bir daşınmaz əmlak satılır. Hal-hazırda deməli, mən birinci mərtəbə yaxud badval kimi deyilən bir ərazidə yerləşirəm. Qarşıda 5'in 6'ya böyük bir otağı var. 2 tonluq subak var. Bax belə bir daşınma sistemi 2 minutkadır. Deməli belə bir daşınmaz əmlakın qiymətin 45 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə ikinci mərtəbəyə qalxmalıyam. Onu da deyim ki, yəni bu ərazidə evlərin tikilişi ancaq asnamoy bu formadadır. İndi mən deməli ikinci mərtəbəyə qalxıram yenidən. Mən sizə birinci mərtəbədə eyni zamanda badvalda olan badvalı göstərirəm. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Bax bura deməli qarşıda 3 otaq görmək mümkündür. Bura Navisin alt hissəsi demək mümkündür. Bundan başqa Əziz Əliyev küçəsinə qədər olan məsafə təxminən 200 metrdir. Dediyim kimi 14 nömrəli orta məktəbin aşağı tərəfi, bundan başqa Bülbül küçəsinə yaxın bir ərazidə demək mümkündür. Bax bura otaqlardan biridir. Burada ölçü arası 4'ün 5'ədir. Yenidən mən sizə deməli otaqlardan birini göstərirəm. Mənə elə gəlir ki, ən böyük otaqdır. Bax bura deməli 3'ün 4'ədir. 2 sot torpaqda yerləşir. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Bura isə bax bu otaq təmirlidir, yəni 4'ün 4'ə olan otaqdır. Bax yenidən mən sizə otaqlardan birini göstərirəm. 3 otaq ikinci mərtəbədə, bir otaq deməli badvallı, yaxud da ki birinci mərtəbədə bu söz demək mümkündür. İndi isə deməli məhlə maşın daxil olmur. Mənə deyilənə görə 2 sot torpaqda yerləşir bu daşınmaz əmlak. Burası hamamıdır. Hamamı təmirlidir. Bax bura koridordur. Küçədən giriş hissəsidir. Bülbül küçəsinə yaxın bir ərazidir. Eyni zamanda burada 14 nömrəli orta məktəbdən başqa 31 nömrəli orta məktəbdə yaxın bir ərazidə yerləşir. Bax belə bir daşınmaz əmlakın qiyməti 45 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlular.